Bir cins tirin kütləsi 60 kiloqramdır və sistem tarazlıqdadır. F qüvvəsinin qiymətini hesablayın. Blokun kütləsi və sürtünmə nəzərə alınmır. Blokumuz tərpənən blokdur. Bilirik ki, eyni ipdəki qüvvələr bərabər olur. Əgər bu ipdəki qüvvə F-dirsə, digər ipdəki qüvvə də F-ə bərabər olacaq. Bura olacaq 2F. Çubuğumuz bir cinsdir, 10 bölgüdən ibarətdir. Ağırlıq mərkəzi olacaq 5 bölgüdən. 5 bölgüdən MJ-ni çəkirik. İndi qüvvələrin qollarını tapaq. Qüvvənin qolu, qüvvənin tətbiq olunduğu nöqtədən dayağa qədər olan məsafədir. O zaman 2F-in qolu olacaq 10 bölgü. MJ-nin də qolu olacaq 5 bölgü. Buradan ixtisar edək. 4F bərabər olacaq MJ-yə. F bərabər olacaq MJ bölünsün 4-ə. M-in qiyməti 60 vurulsun 10 bölünsün 4. 6 üzrə 4-ə böləcəyik 150 Newton.